Kompüterdə işləyən hər kəs zaman zaman kompüterin sürətinin aşağı düşməsinin şahidi olur. Bunun qarşısını almaq üçün kompüterin daimi işlək vəziyyətdə, sürətli işləməsi üçün bəzi qabaqlayıcı tədbirlər görmək lazımdır. Bir gün hiss etsəniz ki, kompüterin iş sürəti aşağı düşüb, o zaman bu video sizin köməyinizə çata bilər. Microsoft'un özünün yaratdığı imkanlarla bu problemi həll edək. İlk olaraq Microsoft Store'a giririk. Microsoft PC Manager'i yükləyib, sonra isə qururuq. Qurduqdan sonra isə əsas səhifəni açır. Open əmrini veririk. Açılan səhifədə ilk olaraq boot əmrini görəcəksiniz. Bu düyməni basdıqda arxa planda işləyən bütün lazımsız tətbiqləri bağlayır. Bu da kompüterin performansını artırır. Bundan başqa bu əmrin əsas xüsusiyyəti Deep Cleanup'dır. Bunu seçdikdə kompüterdə olan bütün lazımsız fayllar silinəcək. Microsoft PC Manager ilə kompüterin işini sürətləndirmək bu qədər asan və qısa zaman ərzində baş verir. Paylaşın, kimlərəsə lazım ola bilər.